ərəb gəlir, girir FOMO-ya, məsələ üçün deyirəm. 1500 manatlıq stol götürür. Çünki bu ərəbdir. Bu ömür boyu kompleksi var ki, bu ərəbdir. Nə bilim, Louis Vuitton mağazininə buraxmayıblar, Rolex satmayıblar. Bu kompleksdədir. Bu istəyir ki, ay Azərbaycanlılar, baxın, mənim pulum var. Mən dəvəsi ölmüş ərəb deyiləm, dəvəsi sağ ərəbəm və 1500 manatlıq stol tutmuşam. Amma İngilis gəlir, neyniyir? Gəlir barın yanına, durur, deyir oradan mənə bir dənə xırdalan ver. Oturur, əmir o xırdalanı bütün axşamı. Ona görə demək ki, Hindistanlı, yəni aşağılayaraq, biz özümüz də, bizə də Rusiyada qara deyirlər də. Yəni bu biraz düzgün dəyərləndirmə deyil. Yaxşı turist millətindən, mədəniyyətindən asılı olmayaraq pul xərcləyən turistdir, hansı ki, hörmətlə sənin xalqı və adəti və tarixi və gəlir səninlə tanış olmağa. Bu yaxşı turistdir. Ona görə indi Pakistanla bizim qardaşlıq münasibətimiz var. Pakistan gəlir. Hindistan dediyim kimi xap kimi gəlir və yol üstü. Hindistanda indi bilirsən nə istidir? Əriyir cəmaət. Hindistanda Keralada otellərin iki qiyməti var. Kondisionerli otel və kondisionersiz. Gecə 35 dərəcədir. O gəlir Bakıda prosta bizim bu istidə burada olmağından artıq hesab edir ki, cənnətə düşübdür.